Bu dünyanın sirləri, qayğılı xoş günləri heç bitməz ki həyat varsa. Tükənməz arzu dilək, ömrümüzə rəng verək, şükr edək həyat varsa. Qəm etmə düşün dərin, inan buna hər dərdin var ilacı həyat varsa. Hər gün hulu baxışda, yağan nurlu yağışda bir məna var həyat varsa. Al-əlvan üfüqlərdə, göyərən ümidlərdə sabahlar var həyat varsa. Həyat varsa. Məhəmməd atın da. Al atın. Hop tuttum. Allah. Uşaqlar saxlayın, atam gəlir. Al tut. Biraz sessiz atın da. Of, terbiyesizler. Bu ne ses küydü burada? Gidin başka yerde oynayın da reddolun buradan. Bir de gözüm sizi görmesin. Ayağınız değmesin bura. Terbiyesizler. Terbiyesizler. Alo, Salam əleykum. buyurun. Tükəzban xanım, bankdan narahat eləyirəm sizi. Sizin kredit borcunuzu xatırlatmaq üçün zəng eləmişdim. Yine sizsiz. Tükəzban xanım, bağışlayın. Amma siz neçə aydır ki, gecikən kredit borcunuzu ödəmirsiniz. Və sizin borcunuzun üstünə hər gün faiz gəlir. Yoktu kızım. Pulum yoktu. Pulum olsa ödeyerdim de. Əgər sabaha qədər ödəniş eləməsəz, sizi məhkəməyə vermək məcburiyyətindəyik. Çox xahiş edirəm ki, borcunuzu ödəyəsiniz. Canımı da almayasınız ki. Yoktu da. Çörək pulunu güclə tapıram. İşten çıkandan sonra pis vəziyyətdəyəm. Heç kim de iş vermir ki işləyim. Üzr istəyirəm Tükəzban xanım. Sizə məlumat vermək bizim borcumuzdur. Sabaha qədər borcunuzu ödəməlisiniz. Olsa ödeyerdim de. Yoktu pulum, yoktu, yoktu. Lamiyə, Hə, tez elə gecikirik. Tez elə. gəldim. Ay qız tez elə də. Gör saat neçə oldu. Sən də həmişə tələsirsən. Uf, işə gecikirik axı. Sənin adətin deyə tələsmək. Biraz sakit ol, tələsdirmə məni. Ay qız, sən həmişə ləngsən də. Mən ləng deyiləm, səbirliyəm. Yaxşı, tez elə getdik. Gəl. Bax, qonşu köçür.
Görəsən niyə köçürlər? Salam deyin Nə onlara. bilim, Özləri heç kim olduqlarını da Özünüzə bilmirik. müğayət olun. Düz deyirsən. Heç Sağ tanış da olun, deyilik. uğrunuza xeyir. Salam. Salam. Nə olub ki? köçürlər. Neynəsin yazıq qadın tək qalmışdı. Gəldi qohumları əşyalarını götürdü apardı. İndi kəndə gedirlər. Çətindir də neynəsin? Niyə? Bəs xəbəriniz yoxdur? 2 gün bundan əvvəl əri rəhmətə getdi xərçəngdən. Yazıq kişini dünəndə dəfn elədilər. Hərənin öz işi gücü var. Nə bilsinlər, qızların hardan xəbəri olacaq ki? Yazığın canı qurtardı. Allah rəhmət Çox eləsin. yaxşı adam idi. Allah rəhmət eləsin. Nəysə, gəl gedək ay qonşu. Sağ olun qızlar. Alo kızım. Necəsən? Ay ana sənsən? Tez elə də görüm nə olub. Gedirəm, işim var. Kızım, nəvələrimlə danışmaq istəyirəm. Of, ay ana səyahətə çıxırıq. Hamı çöldə məni gözləyir. Nə olub tezdir? Vaxtım yoxdur, çıxırdım elə. Xəyalımı, Aysunumu görmək istəyirəm qızım. Çox darıxmışam onlar üçün. Neçə dəfə deyəcəm sənə ay ana. Gələ bilmirik də. Onsuz da iş yerindən güclə icazə almışam. Çox yorulmuşuq, istirahət eləməyə gedirik. Nə olar gedəndə yol üstü mənə də baş çəkin də. Bircə dəfə onları görüm də. Ana, xahiş edirəm, biraz da məni başa düş də. Vaxt itirə bilmərik biz. Sən oturmuşsan evdə, işin gücün də yoxdur, bekar adamsan. Nəysə, yaxşı. Tətildən qaydanda uşaqları gətirərəm, görərsən. İncimə, indi gələ bilmərik. Kızım, Sağ ol. Kızım bir dəfə görüm də nə olar. Çox darıxmışam onlar üçün. Bəsdir də. Çox darıxmışam. Çox. Çok. Nə oldu? Bəs bayaqdan işə gecikirdi. Nə oldu sənə? Ürəyim sıxılır. Doğrudan Nəsə mənim də ürəyim sıxılır. Amma bilmirəm niyə. Necə xəbərimiz olmaz? Qarşımızda biri ölür. Bizimsə günlər sonra xəbərimiz olur. Necə ola bilər bu? Neyniyək? Həyatdır da. Adi şəhər həyatı. Gəl. Mənə bax, necə bir yerə düşmüşük? Kimsənin kimsədən xəbəri yoxdur, hə? Hər kəs öz həyatını düşünür. Bilirsən, qonşumuz ölür. Bizimsə xəbərimiz yoxdur. Düz deyirsən. Hamı eyni məkanın içində balaca bir həyatı yaşayır. Doğulur, yaşayır, sonra da ölür. Yaxşı, gəl. Necə ola bilər axı bu? Gəl. Salam xala. Salam. Bunu marketdən sizə verməyimi istədilər. Buyurun. Çox sağ ol oğlum. Sağ olun. Tükazban xanım, market olan borcunuzu xahiş edirəm gətirib ödəyəsiz. Alo, Alo? oğlum, Hə ana, nə olub ki? oğlum. Hə. Çox pis vəziyyətdəyim. Bu
Pula ehtiyacım var. Ayana, bir dəfə də başqa şeyə görə zəng elə də. Pul. İndi nə qədər pul vermişəm mən sənə? İncimə, bundan sonra sənə pul verməyəcəm. Oğlum, deyirəm axı pis vəziyyətdəyəm. Kömək elə mənə. Ayana, bilirsən ki, təzə maşın alıram. Güclə biraz pul düzəltmişəm. Nə qədər mən sənə pul verəcəm axı? Yoxdur məndə pul, Ayana. Narahat eləmə mənə bu qədər. Banka borcum var oğlum. Marketə borcum var. Hamıya borcum var. Bəsdir ana da. Nə qədər sənə baxacam mən? Mənim də öz ailəm var, uşaqlarım var, problemlərim var. Zəng eləmə mənə. İşin irəli. Hələ qurtarmamısan? Az qalıb qurtarıram. Sən qurtardın işivi? Çoxdan. Neyniyim? Mən sənin kimi cəhd deyiləm də. Neyniyim? Mən də sənin kimi təmizkar deyiləm də. Hə? Yaxşı, tez elə biraz cəld ol. Hamı çıxır. Deyən qurtarıram. Bir dəqiqə gözlə. Yaxşı, yeməyimizi harda yeyəcəyik? Ay qız, tez ol. Evdə yeyərik də. Biraz cəld ol, Bir tez dəqiqə, elə. bir dəqiqə. Tıxaca düşəcəyik. Narahat olma da qurtarıram. Ay Allah, kaş ki mən də sənin kimi arxayın ola biləydim. Yaxşı, qurtardım. Bir dəqiqə. Gözlə. Gəl, mən yığaram. Ah Əkbər. Məni niyə tək qoydun? Sənsiz o qədər çətindir ki mənə. Uşaqlarımız sənin yerini vermir. Aylardır nəvələrimin üzünü görmürəm. Göstərmirlər mənə. Mən onlardan neyniyim Əkbər? Mən onlardan neyniyim Əkbər? Niyə qıydın canına? Niyə? Sən həmişə özünü düşündün. Bir dəfə də olsun məni düşünmədin. Heç məni düşünmədin. Ay qız, gəl yeməyi yeyə də, soyur axı. Gəldim. Nuş olsun. Çox sağ ol. Duz var. Duz da var, su da var. Çox tatlı pişirmisən Nərmin. Sənin pişirdiyin dünənki yeməklər də çox dadlıydı. Yenə çəkim yeyirsən? Yo, bəsdir. Çox sağ ol. Yaxşı. Lamiyə, bütün günü qonşu qadın fikrimdən çıxmayıb. Hələ də yadındadır. Dəhşətdir. Təsəvvür eləyə bilirsən? Üzbəüz qonşumuz ölüb. Bizimsə xəbərimiz yoxdur. Biz neyini yeyə bilərik? Yox, nəsə eləyə bilərik. Nə? Bilirsən? Məsələn, nə bilim? Bugündən başlayıb qonşuları ziyarət eləyə bilərik. Hamı ilə tanış ola bilərik. İndi elə şey eləmək olar. Cəmaət bizə gülər. Gəl qonşularımızı ziyarət eləyək. Qəşəng bir tort pişirək. Hamı ilə bircə tanış olaq.
Olar elə. Ayıb olmaz ki. Ay qız, nə danışırsan? Tanışdığın nəyə ayıbdır? Nərmin, sən varsan ha. Dediyini eləməsən, əl çəkən deyilsən. Amma qovsalar, mənlik deyil ha. Narahat olma. Gəl elə yanımızdakı qonşudan başlayaq. Hı? Doğrudan, heç tanıyırsan onu? Yox, harda görmüşəm ki? Bura gəldiyimiz 2-3 aydır da. Görək, 2 aydır ki biz buradayıq. Amma qonşularımızı tanımırıq. Sən də şişirtmə də. İşdən başımız açılır ki. İşdən başımızı qaldırmalıyıq. Qaldırıb ətrafımıza baxmalıyıq. Qonşularla tanış olmalıyıq. Nə deyirsən? Başlayaq. Onda səhər gedib baş çəkərik də. Bax, biz də qonşuları tanıyarıq. Gedib gələrik. Tanış olarıq da. Çox yaxşı fikirdir. Yaxşı, çörəyimizi ye, sonra bu barədə danışarıq. Ay salam Kezban xanım, necəsiz? Çox pis vəziyyətdəyəm. Niyə? Borclular qapıya gəlir. Kredit borcuma görə məni məhkəməyə vermək istəyirlər. Nə olar, məni bir işə götürün də. Eyni iş verməsəz də olar. Nə iş olur olsun. Lap təmizlik görərəm. Çayçılıq eləyərəm. Vallahi Kezban xanım, mən sizə dəfələrlə demişəm. Burada iş yoxdur da. Necə deyim? Hətta işçilərdən də çıxarmışam. Yenə də çıxaracam. Başqa çarəm yoxdur da. Məni başa düşün də, çox xahiş edirəm. Bəlkə başqa yerdə iş axtarasınız. Yaşlı olduğuma görə kimsə mənə iş vermir. Başa düşürəm. Mənim ömrüm burada keçib. 20 il sizə xidmət eləmişəm. Çox çalışmışam. Niyə mən işdən çıxartdınız ki? Axı mən neyniyim? Özünüz məni yaxşı tanıyırsınız. Hər yerdə ixtisarlar gedir. Mən də büdcəyə görə hərəkət eləməyə məcburiyyətində qalmışam. Bu iş yerində mənim çox xidmətim olub. Amma indi mən çarəsiz qalmışam. Kezban xanım. Alo. Yaxşı oldu. Oldu, sağ olun. Oo, Nərmin xanım, salam. Salam. Nədir? Kimlə yarışırsan belə? Öyrəşmişəm də, cəld işləməyə. Axırıncı səviyyə nə vaxt bitəcək? Darıxmayın. Birazdan bitəcək. Ay maşallah, belə tez. Bəli. Sənə bir dənə də mövzu tapşıracağam. Amma tələsmə. Həftənin sonuna bitirərsən. Yaxşı? Baş üstə. Nə içirsiniz? Bəlkə bir çayımızı içəsiz. Yaxşı bir çay olsa içərəm. Baş üstə. Nazilə bacı niyə cavab vermiş? Məyərsin çayları Nazilə xanım gətirir. Bəli. Nazilə xanım işdən çıxıb. Başqa bir iş tapıb özünə. Sabah gəlib sizinlə sağollaşacaq. Əgər tanıdığın, bildiyin bir yaxın adam varsa, gətir, işə götürək. Amma düzgün insan olsun. Yox, elə bir tanıdığım yoxdur. Nəysə, çay sonra içərik. Gəl tapşırdığım işlə bağlı sənə bir məlumat verim. Aha. Deməli, bu səhifədə reklam yazıları olacaq. Burada isə mövzu ilə əlaqədar suallar olacaq.
Tükezban xanım. Məktubu aldınız da yəqin ki. Bəs borcu verin də. Nə qədər gözləyəcəm mən? Mənim də öz işim gücüm var da. Da bu qədər hörmət elədim bəsdir. Pulun yoxdur, oğluma qızıva deyən gətirsin versin. Vermirəm. Vermirəm. Əlindən nə gəlirsə elə. Məhkəməyə ver. Öldür məni. Nə istəyirsən elə. Rahat bırakın məni. Qatıq aldıq, şəkər tozu aldıq, yumurta aldıq, fıstıq aldıq. Lamiyə, görəsən başqa bir şey qalmadı ki? Ay qız hamısını almışıq da. Bir dənə tort pişirəcəyik ki. Sən niyə narahatsan, Mən görürsən necə sakitəm, gəl. Mənə bir yol göstər. Yoxsa dəli olacağam. Hər gün bu evdə boğuluram. Sənsiz o qədər çətindir ki, yaşamağa da nifrət edirəm. Lamiyə, bu qədər bəsdir? Bəsdir, bəsdir. Birdən az olar ha. Sonra yenə pişirərik də. Bütün küçəni gəzməyəcəyik ki. Yaxşı, şəkər tozunu ver oradan. Ver. Al. Bu iş mənə qəribə gəlir. Qapı gəz. Camaatın qapısını döy. Axşamınız xeyir. Biz bu qarşı binada yaşayırıq, qonşuyuq. Nərminlə Lamiyə. Buyurun, tort. Sizlə tanış olmaq istəyirik. Gülərlər bizə. Valla lağ eləyərlər. Bugün lağ eləyərlər. 2 gün sonra nə etdiyimizi başa düşərlər. Yaxşı. Yumurtanı ver oradan mənə. ver. Ay, Alo, kızım. Hə ana, nədir? Sizi üçün çox darıxmışam. Nəvələrimi istəyirəm. Ay ana, bəsdir də. Bizi də fikirləş. Neyə, bizim vaxtımız var, gələ bilmirik də. Nəvələrim üçün darıxmışam qızım. Ver onlarla danışım da, səslərini eşidim. İndi yoxdular evdə. Gəzməyə gediblər, gələndə deyərəm zəng eləyərlər. Nəvələrimi istəyirəm. Nəvələrimi. Of, ay ana, bildik də, bildik. Uşaq kimisən, valla. Onlarla danışmaq istəyirəm Yaxşı da, qızım. yaxşı, dedim gələndə zəng eləyəcəklər. Çox darıxmışam. Nəysə, ay ana, əlimdə işim var. Sonra danışarıq. Sağ ol. Bə. Görsən nə qəşəngdir. Biraz tez pişsəydi. Dayan da qız, biraz səbrin olsun da, qoy pişsin. İstəyirsən sabah aparaq, hə? Yox, olmaz. Bugün, mütləq bugün. Sabah bu cəsarəti hardan tapacam? Sən nə vaxt cəsarətsiz olmusan ki, hə? Mənə pul göndər. Maşını sonra alarsan. Eşidirsən? Pul göndər. Pula ehtiyacım var. Ana. Pul göndər. Ana, başa düşürəm səni. Mən sənin ananam. Səni mən dünyaya gətirmişəm. Mən baxmışam sənə. Mən böyütmüşəm səni. Bilirəm, ey ana. Nə istəmirsən almışam. Mənə pul göndər. Borcun içində dəli olmuşam. Neçə dəfə demək olar? Pul göndər deyirəm sənə. Ana, incimə. Sən nəsə olub? Hə, olub. Çox şey olub. Siz təkliyin nə olduğunu bilirsiniz. İşsizlik, pulsuzluq, borc içində yaşamağın nə olduğunu bilirsiniz. Aylardır bir adam qapımı döymür. Nəvələrim var, amma üzlərini görə bilmirəm. Məndən onları niyə əsirgiyirsiniz? Bacın da,
Sen de kapımı açmırsınız. Bir dəfə zəng eləyib halımı soruşmursunuz. Həmişə mən zəng eləmişəm. Mən axtarmışam sizi. Daha bəsdir. Başa düşürsən məni? Bir daha zəng eləməyəcəyəm. Yoxdur sizin ananız. Yoxdur. Mənim siz adlı balalarım yox. Ana yaxşı da ana. Eşitdiniz? Yoxdur. Bəsdir. Bəsdir. Ana, Yoxdur ananız. Yoxdur. Bəh. Ay. Gəl. Bax, Hansı evdən başlayaq? elə ən yaxın qonşumuzdan başlayaq. Birdən bizi qovsalar. Niyə qovurlar? Sevgini hansı varlıq geri qaytarır ki? Yaxşı, ver boşqabı görüm. Al. Qonşuluq əməliyyatı başlayır. Aa, nə qəşəng alınıb. Nə Halal olsun sənə. gözəldir. Ay ana, bəsdir də. Bizi də fikirləş. Ay ana, bir dəfə də başqa şeyə görə zəng elə də. Niyə? Bizim vaxtımız var. Gələ bilmirik də. Nə qədər sənə baxacam mən? Of, ay ana, bildik. Uşaq kimisən, eyvallah. Mənim də öz ailəm var, uşaqlarım var, problemlərim var. Zəng eləmə mənə. Nəysə, ay ana, əlində işim var. Sonra danışarıq. Sağ ol. Vallahi Tükəzban xanım, mən sizə dəfələrlə demişəm. Burada iş yoxdur da. Necə deyimi? Hətta işçilərdən də çıxarmışam. Yenə də çıxaracam. Bəlkə başqa yerdə iş axtaracam. Deyəsən, sən haqlıydın. Bu həyatda yaşamağa dəyməz. Gəlirəm. Sənin yanına gəlirəm. Bəs borcu verin də. Nə qədər gözləyəcəm mən? Mənim də öz işim gücüm var da. Da bu qədər hörmət elədim bəsdir. Pulun yoxdur, oğluma qızıva ilə gətirsin versin.
Ne istiyorsunuz? Ha? Zengin niye basırsınız? Rahat bırakın beni. Hiç kimi görmek istemiyorum. Bəsdirin, el çekin sənə. benden. Üzr istəyirik. Biz sizi narahat eləmək istəmirdik. Bağışlayın. Biz sadəcə gəldik ki... Vallahi bilmirəm necə oldusa əlim düymədə qaldı. Əlimi çəkə bilmədim, əlim yapışdı qaldı. Biz sizlə tanış olmaq istəyirdik. Bilirik, bu daha əvvəl olmalıydı. Sizi narahat eləmək istəmədik. Gəl gedək. Kızlar. İçeri gelmirsiniz. Geçin içeri. Gel. Bağışlayın. Ortalık biraz dağınıqdı. Bilirsiniz, siz Zəngi o kadar vurmasaydınız, indi məni bu ipten asılı göreceydiniz. Ah, siz Zəngi basanda mən özümü asmaq istəyirdim. Siz özünüzlə bir möcüzə gətirdiniz. Zəngi o kadar vurduz ki əsəbim pozuldu. Özümü asmaq istəmədim. Çox sağ olun. Biz əslində sizi narahat eləmək istəmirdik. Sizlə daha öncədən tanış olmalıydıq. Narahat olmayın. Gəldiniz. Elə bil ki bir möcüzə gətirdiniz mənə. Geçin içeri. Geçin. Şinirəli, necə gedir? Xoş gəldin. Çox şükür. Səndə necə gedir? Yaxşıdır. Salam, Salam. xanım. Salam. Necədir? Xoş gəldiniz. Mənim tapşırımı yerinə yetirmisən? Az qalıb. Bax, bu dəqiqə bitəcək. Hə, çox səbirsizlə gözləyirəm. Görüm bu məqalə necə olacaq. Lamiyə, Bəli. bəlkə səni də bu işə cəlb eləyək, hə? Elə bu işlə bir yerdə məşğul Yaxşı olarıq. olardı. Hə? Nə deyirsən? Razısan? Nə bilim. Onlar çox sağ olun. Təşəkkür edirəm. Çox təşəkkür. Minnətdarıq sizə. Bəs mənə çay düşmür? Niyə düşmür? Bura gələcəyinizi bilirdik. Əvvəlcədən çayları sifariş eləmişik. Bax, çaylarımız da gəldi. Aa, nə yaxşı. Belə tez. Salam aleyküm. Salam. Salam, salam. Salam. Nuş olsun. Çox sağ olun. Nə yaxşı ki, Tükəzman xanımı gətirdiniz. Çayı da əla, hamı da razıdır. Çok sağ olun. Kızlar, bilirsiniz, dünən axşam nəvələrim gəlmişdi. Aa, nə yaxşı. Nə yaxşı. Kızımla oğlum da gəlmişdi. Bilirəm, onlarla danışmısınız. Amma nə danışmısınız bilmirəm. Çox dəyişiblər. Necə bunu bacarmısınız? Tükəzban xanım, axı biz jurnalistik. Bu da bizim işin sirli tərəfi. Hə. Allah sizdən razı olsun. Çox təşəkkür eləyirəm. Hamınıza çox təşəkkür eləyirəm. O qapının zənginə də. Tükəzman xanım nə zənglə danışır ki? Zəng. Bildiyimiz qapı zəngi. Amma ağla gəlməz və gözlənilməz bir zəng.